Partnyorumun dəyişəcəyinə inanmıram. Yoldaşımın dəyişəcəyinə inanmıram. Bu uşaqdan oxuyan çıxmaz. O qızdan o sinsiliyi gözləyirdim elə. Kimi cümlələri gündəlik həyatda tez-tez işlədirik. Bəs yaxşı, bu cümlələrin sənin həyatına nə dərəcədə təsir etdiyinin fərqindəsən? Buna psixologiyada Pigmalion təsiri deyilir. İlk dəfə 1960-cı ildə belə bir sınaq aparılır və şagirdlər üzərində müəllimlərə bildirilir ki, bu 10 nəfər şagird il sonu həm yaxşı nəticə verəcək, həm IQ-ləri yüksək olacaq. Və il sonu nəticələrə baxdıqda baxılır ki, əslində həqiqətən o şagirdlər yüksək nəticə verilir. Amma burada testdə heç bir ortada ciddi bir test yoxdur. Sadəcə sıradan seçilən uşaqların nəticələri bu olur. Bu test bizə göstərir ki, müəllimlərin uşaqlar üzərində olan gözləntisi onların nəticələrinə necə təsir edir. Əslində o uşaqlarda xüsusi bir yetənək yox idi, sadəcə müəllimlərə o cür bildirilmişdi. Və bu bizə onu göstərir ki, gündəlik həyatda insanlar üzərindəki inanclarımız, insanlardan gözləntilərimiz, həyatdan gözləntilərimiz bizim reallığımıza nə dərəcədə təsir edir. Ona görə elə indi sən də reallığının nədən asılı olduğunu analiz etmək istəyirsənsə, insanlardan nə gözlədiyinə, nəyə inandığına, həyatdan nə gözlədiyinə, nəyə inandığına bir bax.